الرحمن الرحيم الحمد لله الذي لا تدركه الأبصار وهو يدرك الأبصار وهو اللطيف الخبير والصلاة والسلام على سيدنا محمد وآله الطاهرين. Aziz müminlər, İslam marifinə görə Allah Teala cisim deyil, məkan və surət kimi maddələrdən uzaqdır. Amma onun haqqında hədislərdə belə buyurulur. İnnallaha cemilun yuhibbul cemala. Allah gözəldir və gözəlliyi sevir. Cemilun İsmi sifət formasındadır. Kökü isə cim, mim, ləm. Gözəl olmaq, harmonik və kamil olmaq mənasındadır. Bu kök ərəb dilində həm zahiri, həm də mənəvi gözəllik üçün işlədilir. Burada Allah cəmildir ifadəsi mənəvi kamillik mənasında işlənib. yuhibbul cemala. Bu fe'l müzari formasındadır. Davamlılığı bildirir. Yəni Allah daim gözəlliyi sevir. Bu onun zatından ayrılmaz bir sifətdir. Bu hədis göstərir ki, Allahın gözəlliyi cisim və surətdə deyil, onun kamil zatındadır. Allahın gözəlliyi onun elmində, ədalətində, mərhəmətində, hikmətində və yaratdıqlarındakı nizamda təzahür edir. Allahu nurus semavati vel ard. Allah göylərin və yerin nurudur. Bu ayə Allahın nurunun gözəlliyini bildirir. Allahu Mübtəda, yəni baş mövzu, marifə, müəyyən, nuru xəbərdir. Mübtədanın xəbəri mübalağa və təşbih mənasını daşıyır. Yəni Allah nur deməkdir. Allahın zatı nurunu və mütləq gözəllik mənbəyi mənasındadır. Burada nur məcaz mürsəldir. Yəni nur dedikdə işıq yox ha. Hidayət, varlıq, gözəllik və hikmət nəzərdə tutulur. Bu ayə Allahın gözəlliyinin maddi deyil, mənəvi təcəlli olduğunu göstərir. Allahla görüş anlayışı Allah-u Mutal Quran-ı Kərimdə belə buyurur. men kana yercu liqa Allah fe inne acalallah laatin. Kim Allahla görüşə ümid bəsləyirsə, bilsin ki, Allahın vəd etdiyi vaxt gələcəkdir. Yercu Fe'l-i müzari, kökü isə rəca, ümid etmək. liqa Allah. İsm-i məstər forması, kökü liqa, görüşmək. Burada liqallah ifadəsi cismani görüş yox, ruhani görüş, yəni Allahın mərhəmətinə, qüdrətinə və ədalətinə şahid olmaq mənasındadır. Əgər bu liqa cismani olsaydı, Allahın cisim olması lazım gələrdi. Halbuki Allah-u Mutal Quran-ı Kərimdə belə buyurur. Leysa kemislihi şey'un. Onun bənzəri heç bir şey yoxdur. La tudrikul absaru bimuşahedetil uyun velakin tudrikuhul kulub bihaqaiqil iman. Gözlər onu görməz, lakin qəlblər iman həqiqəti ilə onu dərk edər. Tudrikuhu Fe'l-i müzari, kökü dərəkə, dərk etmək, idrak etmək. el absaru Cəmdir, yəni bütün baxışlar gözlər. bimuşahedetil uyun. Vasitə halında gəlmişdir. Burada bir vasitə ədatıdır. Burada gözlə müşahidə inkar edilir. Amma iman həqiqəti ilə dərki təsdiq olunur. Deməli, Allahı görmək qəlbi idrak mənasındadır, cismani baxış deyil. Allah-u Mutal Quran-ı Kərimdə məcazi anlayışı, bəlağət baxımından belə buyurur. İnnallaha kana semi'an basira. Allah eşidir və görür. Semi'an İsmi fail, eşidən deməkdir. Amma məcazi mənada hər şeydən xəbərdar olan. basiran İsmi faildir, görən deməkdir. Amma mənası nəzarət edən, dərk edən mənasındadır. Belə məcazi ifadələrə ərəb bəlağətində təşbihi
kinayəvi və ya məcaz-ı mürsəl deyilir. Yəni söz zahiri mənadan başqa bir əlaqə vasitəsilə başqa bir mənaya çevrilir. Məsələn, bir də əvvəl bir misal verək. Allah eşidir kəlməsi qulaqla eşitmək yox ha, bilir və xəbərdardır mənasında gəlir. Allah görür, gözlə baxmaq yox, müşahidə və nəzarət edir mənasındadır. Görüş anlayışı barədə Əmir-əl-Müminin əleyhissalam belə buyurur. Ma ra'aytu şey'an illa wa ra'aytullaha qablahu və ba'dahu və ma'ahu. Elə bir şey görmədim ki, ondan əvvəl, sonra və onunla birlikdə Allahı görməyim. Bu hədis görmək, yəni məcazi mənada gətirir. Həzrət burada hər bir varlıqda Allahın qüdrətinin təcəllasından bəhs edir. Ra'aytu Keçmiş zaman feilidir. Kökü rə'əy, görmək. ma'ahu Zərfdir, hal bildirən sözdür. Onunla birlikdə, yəni hər bir mövcudda Allahın qüdrətini və varlığını görürəm. Əgər biz deyəndə Allah gözəldir, məqsədimiz cismani gözəllik deyil, kamil zat deməkdir. Biz deyəndə ki, Allahla görüşdüm, məqsədimiz ruhani müşahidə, dərk və yaxınlıq deməkdir. Allahın gözəlliyi zatının mütləq kamilliyidir. Onunla görüş isə qəlbinin imanla onun nuruna yönəlməsidir. Allahumma ec'al qulubana nura və basarana basiratan və ru'yatana fid dunya vel ahireti liqa'an ma'aka. İlahi, qəlblərimizi nur, baxışlarımızı bəsit et. Bizə dünyada və axirətdə səninlə mənəvi görüş nəsib elə.